İndi burada gəlmişik, gedirik. İstəyirəm Tagra Lake-i görsədən. Burada belə balaca park var əvvəlindən, Chitaway Bay-in Lions Park'dır. Şöyle bir balaca parkdır, piknik eləməyə, uşaqların oynamağına bir balaca yerdir. Bəli, bu park düz Tagra Lake-in dibindədir. İndi istəyirəm gedəm, oraya görsədəm biləcə. Hələ bu məsirdə də Tagra Lake-ə görə biləcə deyəcəm. Və göstər, bunlar vərziş eləmək üçün qoyublar. Bunlar da playground'dır uşaqlara xatir. Bu Lions Park'ın əvvəlindən girdiği çayı playground'ı rədd olduq. Mən məmulən bura çox söyləyəm. Belə təqribən 5-10 metr gələndən sonra yetişirik bu lake'in dibinə. Ne görürsünüz? Adı Tagra Lake'dir. Burada da enva əqsam quşlar vardı. Mən indi bilmirəm nə qədər görsədə bilən biləcə. Orada o qərə quşlar görürsünüz, Black Swan'dır. Yəni quyu adı yadımdan çıxdı. Quyu siyah ehtimalən deyərdik. Bəli, fikirəm çox tənəvvü vardı burada. Quşlar tənəvvü. Bilməm nə qədər indi eləyə bilsəm yaxınlaşam bilələrinə. İndi görsədərəm biləcə. Yəni bizə adam yaxınlaşanda uzaqlaşırlar. Tagra Lake böyüklərin coastal lagoon'dur. Lagoon da həman türkcələ göl olur. Ki böyüklərin göl düşü bu coastal'da vardı. Ki bu su gedir axırı tökülür okyanusa. Ya o səmtdə lap quşədə ağaçlar görürsüz. O səmt the entrance-dir. Hala bir gün vaxt olsa orada görsədərəm biləcə. Ki o the entrance-dən tökülür okyanusa. İndi biraz bu parkda qədəm vuracaq, bunun kənarında görsədəm biləcə buranı. İndi bu park vardı, kullən burada o lake'in dövrəsi kullən parkdır. Tagra Lake 80 kilometr mürəbbədir əndazəsi. Bir səmti bu cür yaxınlıqları parkdır. Ondan o səmtdə də evlər vardılar parkin kənarında. Bu da yadımdan çıxmamışdım biləcə. Bu Tagra'nın mənisi də bu əvvəliyyə buranın adamlar vardı, Darkinjung people ki buranın aboriginallar idilər, Bumular idilər. Bu adı onlar qoyublar. O da yəni place of reeds. Məsələn hala Neyzar, məsələn məhəllə Neyzar o cür məni verir burada. Şu bu adı onlardan götürüblər və dəyişməyiblər. Bu arada havası da çox gözəldir. Enva əqsam quşlar da vardı burada. Bəli, bu göl vardı bu Tagra. Alıb mən Omquna da baxırdım. Omq elə çox deyil. Yəni betur mütəvəssit halətdə təqribən 2 metr yarımdır. Omqe enva balıqlar da vardı. Hala buranı o Türkiyə Farsaddan bilmirəm, brim deyərlər, malet deyərlər, flathead deyərlər, whiting deyərlər. O balıqlar vardı burada. Balıq tutmağa da əlbəttə bu sahili mən burada indi rədd oluram. Bu qisməti balıq tutmaq elə çox məhbub deyil. Bura təqribən Chitaway deyərlər. Bu Chitaway tərəfidir ki mən buradan qədəm vururam. Çoxlar da o the entrance tərəfində ora balıq tutmağa məhbubdur. Ki hədsuram ehtimal üçün okyanusa yapışıbdır. Ora balığı çox olur ya, balıq tutmaq rahat olur. Bu məsir ki vardı, indi gedirəm. Çox məhbubdur doçarxı səvariyə və bir də piyadə rəviyyət. Düz məsirdir, rahatdır, axıracan düzdür. Ta buradan dəryaçam bu səmtidir, ta o birisi səmt the entrance-dir. Elə kullən
Fikirlərim 20 dəqiqə, yarım saata doçarxa ilə gedirlər. Ya bilmirəm də piyadəsi nə qədər çəkər. Bu səmt dedim bura Çitavey təqribən tərəfidir. Bundan sonra Berkeley Vale'dir. Hala bura ayrı mənatiqin arasında da vardı. Məsələn Langzeti var, Vayang var, Gorokan var. Onlar da qolum məskuni yerlərdir ki, bu dəryacıyan ətrafındadır. Hala bir daha da nöqtəş istirdim deyəm. Buramda da o flood ya ehtimalən tərcüməsi fikirəm seyl olur. O da həmişə o yağış çox yağanda bura mənatiqdəndir ki, belə nəvahi red deyirlər də. Ha, sözüm yadımdan çıxdı, bir ləhsə dəlli də odur ki, burada magpie vardı. Bir dənə quşdu, təqribən qarqiyə oxşur. Hala ağla gərədir. Ağları meylilər, erkəklər olur. Təqribən tusi ilə qərələr də madələr olur. İndi fəsli yumurta qoymaq fəslədir. Cücələr çıxır. Yol olan evlərinin qabağından, yuvalarının altından rədd olanda, yaxınlığından rədd olanda yol həmlə edirlər. Ya çox aram rədd olasan. Bir dəfə çox sürətlə yaxınlaşanda yollar həmlə edirlər. O doçarxı səvarları böyüklərini o bəstələrdən zatdan bağlılar ki, onları qaçırsınlar. Bu magpie özü cəlib quşdur. Mən videoya baxırdım önlərim. Bu deyir ki, 100 dana adamın qiyafəsinin hafizəsində saxlayırlar. Eybələ baxuşdular. Ya da ki, məsələn, o səsilə bir-biri ilə irtibat bərqərar edirlər. O bəzi adamların müşəxxəsatın bir-birinə yetirirlər. Öcür, cəlib quşdular. Bu evlərdə görürsünüz da, bu ətrafda vardı. Bəli, öcür ki, deydim, bu flood ki olur, məmulən elə əvvəl yer ki, huşdar verirlər bu mənatiqə o ki. Buraya deyirlər, o hətta olur ki, deyirlər ki, ya evlər boşaldım. Buradan yəni kullan boşaldırlar evləri və mən neçə görmüşəm şu su yəni əlbəttə o ağacların altında gizləndilər ya. O su gəlir ki, gedir bu evlərin içinə. Bu da balaca ev görürsünüz burada. Bu evin həyətindədir. Ya hala obs evlərində vardı bəzisində. O evlər ki, məmulən həyətdə böyük olur. Gəlirlər, onu düzəldirlər. Adın qoyurlar Granny Flat. O məziyyəti bu olur ki, təqribən bir dana məsələn tək xabə ev olur da, 30-40 metr. O icarəyə verəndə da maliyyət şamil olmuş. Elə bilərlər bedun ki, səbt eləyərlər, o icarəyə verərlər, maliyyət də verməyərlər. Bəzi evlər ki, həyətdə böyük olur, o işi görürlər. Amma da rədd olurlar da, elə bütün evlərdə it də görürəm. Bəzilər baxırlar bizə, bəli, zahirən aram itdilər. Burada da məmulən ördəklər olarlar. Görürəm, qabağına rədd olsam, görsədə bilsəm. Orada üzürlər. Çox olar. Məsələn, hərdən görmüşəm ki, 20-30 dana ördək burada üzürlər. Bura özü bir dana gözəl yerlərdəndir buranı. Bilirsiniz da, Avustraliyada maşını sol tərəfdən sürərlər. Yəni İran bərəksi. Hala cəlibdir, piyadə rəvidə də o riayət edirlər. Yəni ki, bu sol tərəfdən ki gedirik, gedəli olur, gəl əl sağ tərəfdən olur. Adamlar, doçarxələr, yəni hala doçarxələr riayət edirlər, adamlar da zaten onu riayət edirlər. Görürsünüz da, burada doçarxə sürmək, piyadə rəvi çox məmuldur. Bu da bu, hala bu nəmə-nədir, giyahlar ki vardı. Mən o əvvəldə gördüm, yazıblar. Bunları government özü gəlib, əkibdir. Ki, buranın hətta mən gördüm ki, o heyvanat, hala mövcudat ki vardı. O deyir ki, hava isti olur yayda.
onlar o geçsinlər onun altında, o təbii halətdə ondan beqol istifadə eləsinlər onun kölgəsindən. Onlar oracan yəni diqqət edirlər. Hətta burada ilin bəzi vaxtlarında bir xas uca ələflər əkirlər ki, indi buranın o mühitinə köməklik eləsin. Bu ağaçları da görürsünüz, mən özüm bura rədd olanda həmişə bura mənim o məhbub yerlərimdəndir bu piyade rəvinin. Bu ağaçlar özü bura bir xas sayə salıblar. Məmulən havası bizlərə soyuq olur. Neçə saat varlardı, carif quşlar vardı, bəli bizlərə uzaqdılar da. Adam zoom eləyənmir. Bu fəsli dəşdə yavaş-yavaş hava qızışır. O bəzi mövcudat, məsələn ilana, taya, opsi, xəzəndələr çıxırlar eşiyə. Ona xatir da belə əmni dəyişmən. Gedəm o neyzərların içinə, o quşlar görsədəm biləcə. Gəl biraz ehtirat edeyim. Bu Məsirdə də bu cür gözəl yerlərdə görsədəm mənzərəsi qəşəngdir. Hərdən bu cür tək səndəllərdən qoyublar. Çox gözəl mənzərələr olur oturmaq üçün. Əlbəttə indi yavaş-yavaş da gündür. İndi bu saat biz buradayıq. Bəli, çox gözəl mənzərələr olur adam oturmağa. Bu günlərim septembrın 20-si də çırpmasam ya 21-idir. Biraz hava da isti olubdur. Bəli, bu günlərim feyləm dana bir sərin balaca nəsim vardı. Ki köməklik yaşadım ola. İndi təqribən biz bir yarımda qədəm vururuq. Ola bu isti bizlərə yaxşıda təhammül edirik. Dəma da 22 dərəcədir. Yavaş-yavaş qızışsın. Bu cür coastal citylər, sahili şəhərlər ki vardı. Bu morning life-ları çoxtər olur. Ya hətta mən elə vaxtda oxuşmasam bizə istəmişim səhər saat 5-5 yanımda gedəm sahilə. Ya məmuli vaxtdan şuluqdərdir. Bunlar məmulən, halı məxsusən o weekendidə, şənbə və yekşənbə yəni səhərça, naharçadan şuluqdər olur. Ya bura məsələn indi səhər gəlsəydik, nə qədər adam görəcək, oxşu burada qaçırlar, vərziş edirlər, ya fəaliyyət edirlər, qədəm vururlar. Fərq budur. Burada bilməm sahili şəhərində mənə amil olur ki, o ruhiyyə verir ki, o səhər tezdən fəaliyyət eləmək çox alır. Bu da yine bir dana ayrı parkdır. Hala playground deyək də park olmur. Burada bu dəryaçanın kənarındadır. İndi o səmtdə də aşağı istəyirəm bizlərə gedəm qabaqlıq biləcə görsədəm. Private wharf vardı. Ya bəzi adamlar özlərinə o ixtisası eskilərini düzəldirlər. Burada görsəz Uşdindir. Bunlar da minerdir. İranda Morğemin adına tanıyardıq. Orada buranın təqribən serçələr hesab olurlar. Hər yerdə vardılar. Aha, o private wharflar deydim, bulardı. Burada da məsələn 2 dənə vardı. Lap axırında da təsvirdə görə bilsəz, müşəxəs olsa, neçə dənə pelikan oturubdu orada. Burada da pelikan da çox vardı. Ya təqribən bir cəzirə də vardı Pelikan Island buranın vəsətində. O pelikanların evləridir. Görsədim biləcə. Ta axirə can gedikdir. İndi mən gəldim, bir dənə burada wharfun yaxınlığına istəyirəm çıxam üstünə də. Çünki bura publikdir. Buranın ya hər kəs istəsə bunu istifadə eləyə bilər. Orada hal-hazırda burada təsvirdə görsədəmirəm. Burada kayak sürmək, qayıq sürmək, o cür su vərzişləri də məmuldur, jet ski. İndi mən gəlirəm bu wharfun üstünə. Bura görsədim biləcə. Daha da qayıq görürəm ki, orada saxlayıbdır. Bilmem, daha da səndəl vardı. Bilmem. Halda biraz şəkkə düşdüm, o səndəli də gördüm. Bilməm ki, bura xüsusidir ya umumudur.
Bəli də, mən gəldim. Buranın gözəlliyini də göstərə bilsəm, yeriz boş, çox gözəldir. O videonun əvvəlində də dedim, indi şahid bizlərə yaxşıdır. Görsənə lap o səmtçi görsənir, ora The Entrance deyirlər. O səmt da gedir Oqyanusa, bu su gedir Oqyanusa tökülür. İndi biz bu Wharf'un üstündəki görsətdim. İndi gedirik, şu məsəyə gəlmişdik qeydaq. İstəyirəm ki, bizlərə də burada o evlər vardı. Bunların o evlərindən də görsədəm biləcək. Ki, cəlib tərrahlar olur, cəzzab evlər olur, bəzisində istəxirlər olur. Ya məsələn, hala mən görürüm bəzisində oynamaq meyda olur, futbol meyda olur. Hər kəsin əmni əlaqəsi vardı. Burada o evlər qətələr böyükdür, bu məntəqən istifadə edirlər. Gedək, mən görsədim biləcək onları da. Cəlib budur ki, əvvəli bundan başlayayım. Bu ki, görürsünüz, burada bir dənə tablo yazıbdır. Məmulən o evlər ki, istəyirlər satsınlar. Bir dənə bir cür tablo qoyulur əvvəlinə, ya icarəyə vermədə hətta. Umumda qəşəng, taza, müşəxəs ki, bu evi renovate ediblər. Ehtimalən taza düzəldiblər. Bu da o, həmin o granny flatdır ki, bizlərə qabaqda ediləcək. İndi bir yol bu evləri görsəndirəm biləcək. Daha da ki, görürsünüz, o həyətdə bir dənə bir şey vardı. Bu həman o paltar əsmək üçündür. Paltar əsmək üçündür. Asmaq üçündür. Hala qalıbdır bəzi adamlar evlərində, onlardan da qoyurlar. Bunlar ki, məsələn gəlibdir, bu şimşatlarla evin onu hesar eləyibdir də, evin içi görsənmir. Bəli, özü ki, görürsünüz, burada da bizlərlə yaxınlaşsan, görürsünüz də, burada əslən duvar yoxdur evlərin arasında, ya evlərə xatir duvar yoxdur. Hala bir istəyə, baləcə bir cür nərdələrdən istifadə ilə qoyulur. Burada məmulən bu məntəqələrdə 2 təbəqə saxtaman elə məmul deyil. Bəli, bunlar üçün suya baxırlar, ona xatir bizlər uca elirlər ki, suda 2-ci təbəqədən o balkondan görə bilsinlər. Bəli, hala məsələn 2 təbəqəyə ayrı olmur. Məsələn, biz İrandakı məsələn 2 təbəqə ev olardı, hərəsi müstəqil olardı, məmulən öcür olmur. Məsələn, bir təbəqədə məsələn fəqət o aşpəzxana öcür yerləri olur. Və bunlar üçün suya baxırlar. Mən görürəm ki, o 2 təbəqə olur, double story deyirlər 2 təbəqəyə. Evdə bir təbəqə olanda single story deyirlər. Və bizlərə bu evlərindən də görsədim biləcək, o halı havasını alasız ki, nəcürdür. Və bəzi evlərdə də istəxsat da olur. Şəldə məsələn bu ev ki, görürsünüz, ora istəxridir. O istəxlərdəndir ki, sonradan qoyublar. Bu da həman o granny flatdır. Qoyublar və bunların ki, granny flatlar çox da o storage oxşur, ambara oxşur. İndi yavaş-yavaş biz gəldik, yetişdik bu məsirin axirinə. Hala şansam bir nəfər də fikrim çəməndən var. Səsi ucadır, videoya düşər. Gəldik, yetişirik o bu məsir başladığımız yerə. Bu da indi bir nəfərdir ki, o pizza aveni düzəldir özünə. Bəllidir, pizza çox söyür. Həyatında özünə pizza aveni düzəldibdir. Bəli, görsədir ki, özür görürəm. Bəzi evlər ki var, ya fikirəm elə yarı-yarı evlər bu məntəqədə bizlərə qədimidirlər. Hədsim odur, məsələn 25 il, 30 il qabaq düzəldiblər.
Bəli, yavaş-yavaş görsənir başlayıblar. Sökürlər, taza evlər düzəldirlər, modern evlər təbdil edirlər. Bizlərə də hələ qədəm vura-vura görsədim bu evlərdən. Bu da yine elə bu tərəfdə yine granny flat burada vardı. Bu müşəxəs şöyle abgərm konzatda görürəm, ehtimalən icarəyə verir. Bir nəfər orada zindəganlıq edir. Bəli, çırıxmasam Yo, əlbəttə o əvvəl evdə vardı, görsətdim, o da taze eviydi, granny flat vardı. İstəyirəm deyəm ki, da taze evlərdə granny flat eləmirlər, bəli, yox, o da elə qəşəng düzəltmişdi. Sonra xərə yaxşıdır da birinə, dana rahat eləyə bilirlər, 300-350 dolar həftədə onu icarəyə versinlər, maliyyət də verməyəcəklər. Özü bir dana yaxşı izafə dərəmət. Yine bir daha bu da o səndəllərdəndir ki, bir dana qəşəng mənzərəyə qoyublar. Biz indi gedirik, bizlərlə burada oturaq, istirahət eləyək və çıxaq, gedək. Bu da Tagra Lake'in, əlbəttə mən bura Lions Park deyərəm hala, Tagra Lake'in videosundan. İnşallah ki, sevmiş olasınız. Meryem, sen əlavə istədin bir söz deyəsən. Nə misin deyəsən? Hə, bura deyirəm əvvəlin parti idi ki, biz Avustraliyaya yetişəndən sonra hala bir həftə ki evdəydik koronaya görə. Cəh evdə karantin olaydıq. Əvvəlin parti idi ki, gəldıq, Raminci gəldilər. Çox cəlib idi biləmizə ki, bu məsələ piyadə rəvisi və çox uzun idi بدون مانع nə qədər getsən elə və o واقعا biləmə çox cəlib idi. Və ki, məsələn, çəmənlər mürəttəb vururlar, buranın çəmənlərini yetişirlər və suva baxan bu cür orada sən nimçətlər oturmağa çox qəşəng idi, səfalı idi, xatirədir. Hətta dəqiqən adam və qol əvvəldə gələndə o fərqlər görürdüm, hər zatdan təəccüb elirdi. Mersi ki, baxdınız buracan, Ops videolarda görürük biləzi. Felən, xudahafiz.